Yeni ildən herkese salam. İndi biz bugün ayın birinin akşamıdır. JSK'dan bir şkaf beğenmiştim. Şkaf online'da stokta yoktu falan dediler. Biz de dedik ki de belki yerinde var. Bir ümit. O şkafı istəyirəm. Hemen ölçülerde, hemen modelde istəyirəm. Tam ona da yer ayırmışam əslində otaqda, amma şkafı tapmıram. Elektirməyə birini də tapmıram. Hem de keyfiyyətli olsun istəyirəm. Oradakı məhsulları belə pis deyil. Bəyənirəm JSK-dakiləri. Gedək bir yerdə baxaq mağazaya. İndi axtarırıq. Koydum. Şaşırdım. Var. İstədiyim məhsul bu idi. Ağ rəngli olan. Yuxarıdakı ayaqqabı şkafında istəyirdim. Təəssüf ki, sadəcə vitrindəki məhsul var idi və onu satmırdılar. Mən də bir səhv edib Trendyoldan bunu sifariş etdim. Gələn dəfə videoda deyəcəm nə üçün səhv dediyimi. Bəzi pişik üçün olan məhsullar var ki, mən sırf Trendyol və ya Temudan sifariş verirəm. Yeməklərini Trendyoldan sifariş verirəm adətən. Məhsullarını isə Temudan sifariş verirəm. Amma bu bizim evimizin altında olan heyvan mağazasıdır. Burada da çox qəşəng keyfiyyətli markaların məhsulları var imiş. Mən diqqət etməmişəm. Sonra araşdıranda Karne'nin yeməklərinin falan burada olduğunu da gördüm. Yəni yeməklərini falan demək olar ki, çox vaxt buradan stoklamağı düşünürəm. Çünkü Trendyoldan eyni qiymətədir və oradan sifariş edib gözləməkdənsə elə buradan almaq daha məntiqlidir. Çünki bu yaş yeməkləri mən həftədə 2 dəfə falan verməyə çalışıram. Çox verməyə çalışmıram. Çünki bağırsaqlarını da narahat edərəm deyə düşünürəm. Əsasən quru yeməklə qidalanır və bunlarda vitamin də var. Ay öyle. Hiç ayda baxmadıq gəlir. Hə? Temu sifarişlərim biraz gecikir. Olmağını Temuda demək olar ki, Bello üçün hər şeyi aldım artıq. Gecikməsə gələn Temu sifarişlərimdə hamısını göstərəcəm bir-bir. Həqiqətən Temuda pişiklər üçün, ev heyvanları üçün çox qəşəng məhsullar var. Artıq belə. Boğumadı. Ata gelsin döysün. Gel. Bunlar nedir? Belli bak. Neydi bu? Neydi bu? Nam. İnternette araştırdım bu Karne'nin tərifləyirlər. Bir de bunlar çok təriflənir. İkisini de dedim alaksın ya. Əslində Trendyoldan vuracaqdım bunu. Dedim bir dənə alım görüm bəyənsə vuraram. Al. Sevdi. Çok sevdi yüzde. Yüzde tərkibi de təmizdi bunun. Çok belə olanlar var. Tərkibi təmiz olmayanlar çoxdur. Araştırdım bunun tərkibi təmizdir. Van koymur ki çekmeye. Vampi kremi bu tunalısıdır. Gələn dəfə toyuqlusunu alarım. Dayan da çıxardım. Dayan. Səbrin olsun. Bu qaşığı gərək tökəm. Qaşıqlı. Bunun qaşıqları satırlar Temuda. Tapışım gərək. Onlardan alım. Kimler mənim kimidir bilmirəm, amma 31'ni keçdiyi an, yeni ilin qutardığı an bu yeni il yolkası, igruşkaları falan artıq mənim gözümə batmağa başlayır. Tez bir zamanda hamısını yığışdırıb qutardım. Yəni artıq ayın biri yeni ildən əsər əlamət yox idi evdə. Çünki yeni il bitdi deyə düşünürəm. Yəni artıq yeni il ab-havasında olmaq istəmirəm. Qış ab-havasına keçmək istəyirəm. Ona göre de bu yeni il aksesuarların yerine daha çok bu tarafa kofe stendini koymak istiyorum. Artık onu da sifarişini vermişəm. Bəzi məhsullar sifariş etdim və bu televizor stendinin yanına da bura hansı aksesuarları hələ sifariş verəcəyimi təyin eləməmişəm. Bura necə bir dekorasiya yığım təyin eləməmişəm. Bu vazanın içinə ağ güllərimi qoydum. Bu ağ güllərimi çox bəyənirəm. Və bu tərəflərə isə nə tipdə bir aksesuarlar sifariş edim hələ təyin edə bilməmişəm. Birlikdə bəlkə də baxarıq nələr sifariş etmək olar. Macidə. Burada dondurlara kurulmuş meyveler tapdım. Bazar Store'da. Çaylayın götüreceğim sizince. Burada peynir çubukları var. Karpuz.
Cennet hurması, limon, yemiş, kivi de var. Onu sınayım beğensin. Devamını alarak. Bakayonlar. Bu favorisi de harda yazıyor. Var olan. Var olan diyetikinden isterdim. Şöyle. Bunun glutensizidir. Bunun aslında şey de var. Online alıram. Neçə qramdır? Az vakit alıram. Həmişəki kimi bura geldim. Bunlardan gözüm. Burada servis almak istedim. Ona götüreceğim. Ne ki? Stəkanda içində bir dənə buz su İnsan onu. Almam, bak işləyirəm. Ha. Qışda burada o yayda bunlar. Qışda insan oxu çay içər, su içə bilmirəm şey. Görüb elə getirlər. Amma axtarıram. Edəm onu ki. 6 manat. Yaxşı o boydası. Götür rayonda. Ne bileyim baxarıq da internetə. Suda pişirilir bence. Bilirsən? İstiyorum bu boyda. Bak balacasını 4-6 manada alırıq elə. Yadına deyil. Tuzludur gəfçim. Bəs niyə almırsan ya? Qarışıq meyvədir çayıdır. Sallamada demədim mən yaşıl dəmləyəcəm. Ha, qara dəmir. Burada maraqlı kefirlər var. Doğal pipeti, kefir sade. Sade istəmirəm. Kefir X. Ay ciddəli var. Probiyotik mayası nədir? Bu nədir? Qatıq mayalamaq üçün, ha? Maya. Qatıq mayalamaq üçün bax. Yoğurtun mayası, maya satırlar elə. Bundan da istəyirəm. Bakalon. 2 manat olur bunlar. Filtre. Yazıldı arxasında. Bu dəfə çox market alış-veriş etmədik çünki çox ehtiyacımız yox idi. Bu Şamilin sevdiyi bu kukna safeti, bu səhər ay stokladığımız sol safetka stoklarımız. Hansı endirimdədirsə əsasən ondan bol-bol almağa çalışırıq. Əsas bizcə çoxluğudur. Sonra ən sevdiyimiz yağ. Bu ayna silmək üçün safet, qabların altına sərmək üçün kefirlərim, belə quru meyvələrim. Sonra ən sevdiyi Şamilin feyxa, çay, zibil paketi, mantı, makaron, bu spagetti, çay falan, pendir böyle gördüğünüz aslında orada gösterdiğim çok şey elde ettim. Sonra Praxin'in bu qab yuma ve parşoklar indirime düşmüştü. Hazır ki parşoklarımız az qaldığı üçün indidən bitmədən stoklayaq dedim. İndi də kargoya getdik, gəldik. Keçən dəfə mən kargoda əslində bəzi sifariş etdiyim amma sınıq gələn məhsullar var idi və ailələrimiz üçün də sifariş etdiyimiz bəzi məhsullar var idi. Biz onlardan məsələn bəyənmədiklərimizi falan əlbəttə ki iade edirik. Bəzi məhsullar o qədər bərbad gəlir ki, hətta mən linç yeməmək üçün videolarda falan göstərmirəm. Gələn dəfə məsələn necə iade edirəm, onları da göstərərəm. Yeni ilə görə idman alətimi otağa qaldırmışdım. Otaqda da idman eləməyə yer yox idi deyə edə bilmirdim. Yenidən yolka yığışdırdıqdan sonra gətirdim. İndi gələcəkləri bu güzgünü götürmək üçün, bu güzgün buradakı cızığı bilirsiniz, görsəndi. Buradakini, bunu üstünü dəyişdirib gətirəcəklər. İnşallah bir günə dəyişib gələr. Çox gözləmək istəmirəm. Neysə gözləməyə həqiqətən səbrim yoxdur. Sonra bu tərəfə o dediyim şkafı sizə Jeskadan göstərdiyimi Trendyoldan zakaz verdim. O gələndə bura qoyacağım.
buradaki məhsullar, ona görə deyirsiniz ki, hər dəfə makyaj videosu çəkin. Buranı mən səliqəyə salmaq istəyirəm. Bu başındakı şeyləri falan da qoymağa yerim yoxdur. Ona görə o stendi gözləyirəm ki, o gəlsin. Buradaki bəzi məhsulları ayıracağım, çünki o stende qoyacağım alt tərəflərinə falan. Üst tərəflərinə adətən aksesuar məhsullarımı falan qoymaq istəyirəm. Şimdi görək. Bunların qabı gəlin sizə detallı şəkildə göstərərəm. Burada dodaq boyalarım var. Glosslar, mat pomadalar falan. Bu 4 tərəf onlardır. Sonra bura nə gündədir. Bax, bu görüntü falan çox bəyənmirəm. Ona görə istəyirəm gəlsin o rəf düzənləyək. Çünki qarma qarışıqdır. Hər şey üst-üstə qoymuşam, yerləşmir deyə. Əslində çox yaxşı olardı. Jessica-daki o məhsul stokda olsaydı tez alıb gətirib qurub düzəldərdik. Nəysə, qismət. Oradan zakaz verdim. Biraz kargo əslində qiyməti çox bahaya gəldi. Yenə də gəldi, eyni qiymətə gəldi, oturdu yəni. Heç nə olmaz. Sonra burada primerlarım var. Burada duxlarım var. Duxlarım da onun üstünə bir qəşəng bir qabda dizmək istəyirəm. Burada bu duxlar olduqca görmürəm, bəzilərini istifadə eləmirəm. Sonra burada saç məhsullarım falan var. Onu bu tərəfə yığmaq istəyirəm. Bədən qoxularım falan, saç spreylərim var. Şamli məhsulları elə altda qalıb. Onu da bu tərəfləri qoymaq istəyirəm. Yəni bir o şkaf gəlsəydi, yığsaydik, o da hardasa çox biraz uzun müddət çəkir. Çünki Trendyolda sifarişə baxdım. 14 yanvar falan çatdırılmağı falan düşünürlər. Ən sevdiyim məhsullar düzü bura qoymuşam. Ən çox istifadə elədiyim bölümə, yəni bunun bu tərəfidir. Bir var makyaj şeyləri. Burada baxım şeylərdir. Yuxarıda əsasən makyaj şeylərini yığmışdım. Bu tərəflərə baxım məhsullarını yığmışdım. Bu Clinique'in nəmləndirici gel tərkibli olan kremidir. Ən sevdiyim məhsullardan biri həqiqətən budur. Sonra isə bunu deyəsən iHerb-dən zakaz vermişdim. Aha. Skin 1004'ün Madagaskar Centella tərkibli olan bu ampulüdür. Bunu da çox bəyəndim. Əvvəlcə bunu mən başqa versiyasını almışdım. Göstərim. Bunun kiçik boyunu almışdım. Bunun böyük boyunu istəyirdim. Sonra dedim bunu da sınayım. Eltim də çox bəyəndi bunu çünki onun dərsdə həssas dəridir. Məndə də həssas dəridir. Ona düşdüsə düşündüm ki, mənə də düşə bilər. Amma deyim ki, bu qədər serumun arasında ən sevdiyim serum bu. Cosrx'in İlbiz tərkibli. Baxın, yəni dibində o qədər az saxlamışam ki, bunun kremini də istifadə edirəm. Amma məncə deyim, okey, kremi də okeydir, qəşəngdir, bəyənirəm onu da həqiqətən. Hər gün istifadə edirəm, axşam demək olar ki, dərimin bərpasını daha tezləşməyə kömək eləyir. Amma bunun bu esensi, bu ayrı bir möhtəşəmdir də. Buna bayılıram. Çox qəşəngdir. Bunu iHerb-dən yenə stoklayacağım. Sadəcə iHerb-dən hələ ki çox belə sifariş vermək istədiyim məhsul yoxdur. Biraz yığılsın, yəni birdən bütün məhsulları sifariş verirəm. Daha həm də kargo pulu demək olar ki düşür, orada endirimlər falan da edir. iHerb-dən sonra bu məhsulu sifariş vermişdim. Burada nifrət edirəm də, ona görə dağılır hər şey bir şey götürən kimi. Sonra iHerb-dən bu Cordato tərkibli deyilir. Bu serum sakitləşir. Vansing'indir. Markası bu da Vansing. Bu məhsul çox qəşəngdir. Yəni Koreyada bu məhsulu çox bəyənirlər. İçində belə xırda otlar var kimi. Üzünüzə də vurduğunuz zaman o otları görürsünüz. Belə tünd yaşıl rəngdədir. Çox qəşəng sakitləşdirir, dərini bərpa eləyir. Məncə qırışlara da çox qəşəng təsiri var onun. Əsasən də, yəni necə deyim, mimik qırışlarına falan. Əlbəttə ki, dərin qırışları botoksdan falan başqa heç bir şey düzəldən deyil. Botoks da mənim çox, yəni elətdirə biləcəyim bir şey deyil. Çəkindiyim bir şeydir əsasən. Məhsullarım var, amma hamısı belə qabların içində pis görsənir. Ona görə o şkafı səbirsizliklə gözləyirəm. Ona görə bu tərəfləri çox göstərmək istəmirdim. Çünki dağınıqdır və həqiqətən qoya biləcəyim bir yer yoxdur səliqəli. Sadəcə bu tərəfə yığa bilirəm. İndi gəldiyi zaman qəşəng hər şeyi səliqəli şəkildə düzəcəm. Burada hər dəfə, yəni mən üzüm çünki həssasdır və mən bəzən üzümü qaşıyıram və yaralar edə bilirəm. Burada Dermapen aparatım var. Bu da onun serumları və başlıqlarıdır. O aparatımdan istifadə edirəm. Əvvəllər prosedura falan gedirdim. Artıq özüm evdə Dermapen etməyə başlamışam. Çünki bölgesel etməyə çalışıram. Dəri həssas olanda daha çox nazikləşdirir Dermapen.
etdiyim zaman dərimin daha tez sağaldığını hiss edirəm. Birlikdə sizinlə də birlikdə göstərərəm, linklərini də yerləşdirərəm. Onun serumlarını, kiçik-kiçik serumlarını Trendyoldan, məhsulun özünsə Temudan sifariş vermişəm. Başlıqlarını da Temudan sifariş vermişəm və aparat çox-çox qəşəngdir. Heç bu qədər qəşəng olacağını düşünmürdüm həqiqətən. Bu videonu da elə burada sonlandırmaq istəyirəm. İnşallah gələn vloglarda artıq kargolarım gələr. Biraz inanmıramdı çünkü Trendyol kargolarım gələ bilirsə də Temu kargoların gecikmə ehtimalı çox böyükdür. İnşallah gələn videolarda görüşənədək.